Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə ədədi ardıcıllıqlar və silsilə bölməsi haqqında danışacağıq. Əvvəlcə məlumat üçün ardıcıllıq və silsilənin nə olduğunu izah eləmək istəyirəm. Deməli, adından da göründüyü kimi ardıcıllıq müəyyən bir qanuna uyğunluq və yaxud da qanuna uyğunluq olmadan ədədlərin düzülüşüdür. Tutalım ki, 2, 3, 7, 8, 17 və s. Baxın, bu da ardıcıllıqdır. Və yaxud da 2, 6, 18, məsələn, olsun, biri də 54. Baxın, bu da ardıcıllıqdır. Birincidə heç bir qanuna uyğunluq yoxdur. Ədədlər təsadüfən necə gəldi, elə düzülüblər. Digərində isə, baxın, 3-ə vurub, 6-nı yenidən 3-ə vurub, 18-i yenidən 3-ə vurub. Burada baxanda görünür ki, bu ardıcıllıq şəklində bu formada davam eləyir gedəcək. Deməli, birinci heç bir qanuna uyğunluq olmadan, məsələn, burada bir 29 yazdım, çünki burada arxa-arxaya düşüb. Deməli, birinci heç bir qanuna uyğunluq olmadan sadəcə ədədlərin ixtiyari düzülüşüdür. İkinci isə müəyyən bir qanuna uyğunluq şəklində düzülmüş ardıcıllıqdır. Yəni, bunların hər ikisi ardıcıllıq adlanır. Ardıcıllıqlar natural ədədlər çoxluğunda təyin olunmalıdır. Tutalım ki, məsələn, verilib bu birincini mən A1 olaraq işarələsəm, sonra ikinci, yenə A yazım, A2, A3 və s. Bu şəkildə müəyyən ardıcıllıqla davam eləməlidir. Və bizdən belə bir şey istəyə bilər, müəyyən bir düstur verə bilər və deyər ki, bu düsturla yazılmış ardıcıllıq, yəni bu düsturun əmələ gətirdiyi sıra ardıcıllıqdırmı? Deməli, belə bir şey yazmaq istəyirəm. Məsələn, verilmiş olsun AN bərabərdir N plus 12 bölünsün N minus 3. Baxıram, burada mənə problem yarada biləcək nə var? N minus 3. Yəni, məxrəc əgər sıfıra bərabər olarsa, bu zaman bu ardıcıllıq olmayacaq. Baxıram ki, yəni problem çıxacaq mənə. Baxıram ki, n bərabərdir 3 yazsam, məxrəc 0 olur. Deməli, n 3-dən fərqli olmalıdır. Yəni, A3 olmamalıdır. A3 olmayacağı üçün bu ardıcıllıq olmayacaq. Bir də ola bilər, belə bir şey vermiş olsun, bir saniyə. Deməli, yazıram, AN bərabərdir n plus 3. İxtiyari bir şey yazaq bura. Burada isə n plus 7 yazıram. Deməli, baxın, burada məxrəc nə zaman sıfıra çevrilir? N bərabərdir, mənfi 7 olarsa. Yəni, mən nə etməliyəm? N fərqlidir, mənfi 7-yə baxmalıyam. Burada bu ardıcıllıqdırmı? Bəli, ardıcıllıqdır. Çünki mən yuxarıda nə dedim? Bu ardıcıllıq o zaman ödənir ki, verilmiş n-lər, yəni sıra natural ədədlər olsun. Burada mən mənfi 7 deyə bir ardıcıllıq götürməyəcəm. Yəni, məsələn, A mənfi 7 yoxdur. Amma burada A1, A2, A3 var. A1, A2 gəlir, A3 arada qırılır, sonra yenidən A4 davam edir. Bu problemdir. Artıq burada ardıcıllıq olmayacaq. Amma burada A7 deyə bir hədd olmadığı üçün mən 1-dən müsbət sonsuzluğa qədər bütün natural ədədləri götürə bilirəm. Yəni, bu ardıcıllıqdır, bu isə ardıcıllıq deyil. Bunu da bu formada yadda saxlaya bilərik. Ardıcıllıqlar haqqında əlavə danışarkən, məsələn, ardıcıllıqların məhdud olub-olmaması ilə bağlı sonlu və sonsuz ardıcıllıqları qeyd eləmək olar. Sonlu ardıcıllıqlar tutam ki, bir şey olsun, 2, 4, 6, 8 ardıcıllığını verib dayanıb, məsəl üçün. Bu ardıcıllıq sonludur və yaxud da ola bilər 1, 2, 3, 4, 5 və s. Yəni, bu davam edir. Biz son qoymayıb, nöqtəmiz yoxdur. Bu formada olanda bunlar artıq adlanır sonsuz ardıcıllıqlar. Deməli, ardıcıllıqlar sonlu və sonsuz oldu. Bir də artıb azalmasına görə artan və azalan ardıcıllıqları da qeyd etmək olar. Bundan başqa deyə bilərik nəyi? Silsiləni. Yəni, artıq qeyd eləmək istəyirəm, yəni keçid eləmək istəyirəm silsiləyə. Silsilə mövzusunda bizim öyrənəcəyimiz 2 silsilə var. Ədədi silsilə və həndəsi silsilə. Əvvəlcə ədədi silsiləni qeyd edirəm. Ədədi silsilədə belədir ki, düsturumuz, daha doğrusu tərifimiz, deyirik ki, ikinci həddən başlayaraq hər bir hədd özündən əvvəlki həddən müəyyən bir ədəd qədər, müəyyən bir fərq qədər
böyük və yaxud da kiçikdir. İndi artıb azalan olmasına əsasən bu formadadır. Buna nümunə göstərmək istəyirəm. Məsələn, tutalım ki, verilmiş olsun 5, 10, 15, 20 və s. Baxın, bunların arasında fərq nədir? 5. Bu ikisinin arasında fərq yenə 5-dir. 15 ilə 20-nin arasında fərq yenə 5-dir və bu cür sonsuzluğa qədər davam edə bilər. Deməli, bu oldu ədədi silsilə və ədədi silsilədə hədlər arasındakı, yəni ardıcıl hədlər arasındakı fərqin isə adı silsilə fərqi adlanır. Yəni, məsələn, buranın silsilə fərqi oldu 5. Başqa bir şey yazım. Məsələn, yazım 8, 11, 14, 17 və s. Baxın, bunlar arasındakı fərqlər isə olur 3. Deməli, bunun silsilə fərqi nədir? 3. Silsilə fərqini biz D hərfi ilə işarə edirik və AN çıxılsın, AN minus 1 düsturu ilə hesablaya bilirik. Və ümumiyyətlə, ədədi silsilədə ardıcıllıqlar A hərfi ilə işarə olunur. Məsələn, birinci hədd A1, ikinci həddimiz A2, üçüncü həddimiz A3 və s. N-ci həddimiz isə AN şəklində yazılmış olur. Deməli, D-nin düsturunu burada bu formada verdik. Əlavə olaraq bunu da qeyd edeyim. AN bərabərdir A1 plus N minus 1 D şəklində də N-ci həddi hesablamaq olar. Bəs bu hardan gəlir? Bunu qeyd eləmək istəyirəm. Tamam ki, mən yuxarıda qeyd elədiyim düstura əsasən, D-nin düsturuna əsasən mən A2-nin A1 üstə gəlinsin D olduğunu bilirəm. Məsələn, A3-ü buradan yazsam, A3 bərabər olacaq A2 üzərinə gəlinsin D. A4-ü yazsam, A3 üzərinə gəlinsin D olacaq. İndi mən istəyirəm burada müəyyən əvəzləmələr apararaq yuxarıdakı düsturun hardan gəldiyini, necə alındığını sizə izah edeyim. Deməli, ilk həddimiz budur. Yəni, bundan aşağısı artıq yoxdur. İlk həddimiz budur. Gətirirəm A3-də A2-nin qiymətini yerinə yazıram. Olacaqmı? A1 üzərinə gəlinsin D plus bir dənə də buradakı bu D. Oldu mu burada? A1 plus 2D. Yəni, A3-dür burada. A1 plus N minus 1. N-in əvəzinə 3 dayanıb, 3 çıxılsın 1, elədi 2. Yəni, A1 plus 2D buradan gəlir. İndi, buradakı bu əvəzləmədə A3-ün yerinə öz qiymətini yazıram. Yəni, bu aldığım ifadəni A1 üzərinə gəlinsin, 2D-ni alıram, 1D də burada var. Bunu da gəlirəm üzərinə. Olacaqmı? A1 üzərinə gəlinsin 3D. Baxın, görürsünüzmü? Bura 4-dür. Mən D-ni 3-ə vurub A1-in üzərinə gəlirəm. Bu da öz yerində. Deməli, mən nəyi qeyd elədim? N-ci həddin düsturunun alınmasını və silsilə fərqinin düsturunu. Yəni, ən çox istifadə olunacaq düsturlar bunlardır. Digərlərini, yəni bu düsturların hardan gəldiyini aşağıda yazdıqlarım. Hər birini qeydlər götürərək və yaxud da öz anlayacağınız yöntəm hansıdırsa, həmin yöntəmlə yadda saxlaya bilərsiniz. İndi gəlirik ədədi silsilənin artan və azalan olması haqqında. Nə vaxt artır, nə vaxt azalır? Gəlin, indi qeyd edirik. 2 dənə ardıcıllıq yazıram. Birini yazıram 2, 7, 12, 17, 22, saxlayıram bunu burada. Birini də yazıram nə? Məsələn, olsun 30, 35, yox 35 deyil, 25. 25 də yox, 23 yazım ki, aradakı hamısında eyni şey alınmasın. Deməli, 23, 16, 9, 2, artıq buradan tərəf mənfilərə gedir. Onlarda məsələn, mənfi 5-i bir dənə qeyd edeyim. Bayaq natural dedim. Ola bilər düşünərsiniz ki, mənfi 5 olmaz, natural demişdi müəllim. Yox. Mən hədlərinin sayını deyirəm. Məsələn, N deyəndə burada N natural olmalıdır. Yəni, ədədi silsilənin həddi mənfi ədəd ola bilər, onluq kəsir ola bilər, nə bilim, adi kəsir şəklində vermiş ola bilərlər. Bunu bura qatmırıq. Deməli, indi gəlirəm hər ikisində ayrı-ayrılıqda silsilə fərqini hesablayıram. Burada dedik ki, biz silsilə fərqini necə edirdik? Sonrakı həddən əvvəlki həddi çıxırdıq. Məsələn, ürəyim istəyən bir dənə hədd götürürəm, bundan bu. Ardıcıl olmalıdır. 17-dən çıxdım 12-ni. Elədi 5. Burada gəlirəm, D-ni tapıram, elə 23-dən 30-u çıxıram.
Baxın, -7. Görürsünüz, birində D kiçikdir 0, birində D böyükdür 0. İndi düşünərsiniz ki, müəllim, onsuz da buna baxanda görünür də. Mən görmürəmmi bunun hansı artır, hansı azalır? Görürsünüz. Belə bir ardıcıllıq verdikdə təbii ki də görəcəksiniz. Oturub bunun artan, azalan olduğunu hesablamaq üçün D-nin işarəsini təyin eləməyə ehtiyac yoxdur. Sadəcə olaraq bəzi misal tipləri olacaq ki, həmin misal tiplərində bu ümumiyyətlə görməyəcəksən sən. Sənə sadəcə verəcək ki, tutalım ki, belə bir şey qeyd edirəm. Misal, bizə desin ki, aşağıda verilmiş ardıcıllıqlardan hansı ədədi ardıcıllıqdan söhbət gedir təbii ki, bu da ədədi silsilədən yəni. Hansı artan ədədi silsilədir və belə bir şey verib. D bərabərdir AN çıxılsın AN plus, daha doğrusu minus 1. D-ni verməsin. D-ni silirəm. D-ni verməsin. Buna bərabərdir -2 deyək. Deyir bu artandır, azalan. Baxacağım ki, AN böyük həddir, AN minus 1 daha kiçik həddir. Cavab mənfi alınır. Demək, azala-azala gedib. Bu azalan oldu. İndi əlavə olaraq birini daha yazmaq istəyirəm. Məsələn, yazacağım AN minus 1 çıxılsın, bu minus 1-də çıxılsın A N plus 3 bərabərdir müsbət 5. Baxıram, analiz edirəm. Deməli, nədir? AN plus 1, AN plus 3. Baxanda görünür ki, N natural ədəddir. Bunu demişəm. Natural ədəddir. Üzərinə 1 gəlsəm və 3 gəlsəm, təbii ki, 3 gələndə aldığım cavab daha böyük olacaq. Deməli, AN plus 3 daha sonrakı həddir. N plus 1-dən bir neçə hədd sonradır. Mən baxıram, birinci gələn həddən hələ 2-3 həddə sonrakını çıxmışam, cavab müsbət alınıb. Yəni, kiçik həddən böyük həddə çıxmışam, müsbət alınıb. Deməli, nəymiş? Bu azala-azala gedirmiş ki, məsələn, tutalım ki, A1-dən çıxmışam A5-i. Əgər artan olsaydı, bu mənfi olacaq da, -5 minə bilim, nəsə olacaqdı. Amma baxıram ki, bu azalan silsiləm azalan silsilədir ki, A1-dən A5-i çıxanda mənim cavabım gəlir müsbət 5 alınmış olacaq. Deməli, bu həddimiz necə həddir? Yenə azalan həddir. Baxın, yuxarıdan almışdıq. Böyüyədən, yəni sonrakı həddən əvvəlki həddi çıxdım, mənfi aldım. Bu səfər də öncəki həddən sonrakı həddi çıxdım, müsbət aldım. Yəni, deməli, birinci yazdığım azalan, ikinci yazdığımsa nəymiş? Daha doğrusu, ikinci yazdığım yenə də artan olacaq, azalan olacaq. Çünki əvvəlki həddən sonrakı həddi çıxıb müsbət almışam. Əgər mənfi almış olsaydım, artan ardıcıllıq olacaqdı. Yəni, bəzən bu formada görmək olmur. Sadəcə olaraq diqqətli olmaq lazımdır, diqqətlə baxmaq lazımdır. Çox da göz qorxudacaq bir bölmə, bir mövzu, bir nüans deyil. Bunu da qeyd eləmək istəyirəm. Çünki bəzən düsturlar verir sizə və deyir ki, aşağıdakı ardıcıllıqlardan və yaxud da ki, aşağıdakı asıllılıqlardan hansı ədədi silsilənin düsturu ola bilər və yaxud da ola bilməz. Siz sadəcə bunu yadda saxlayırsınız. Baxın, necə yazmışdım bayaq. AN bərabərdir A1 plus N minus 1 D. Yəni, bu konkret bir ədəd olur da. Məsələn, tutalım ki, verilib AN bərabərdir 7 üzərinə gəlinsin 8D. Baxın, bu formada ola bilər və yaxud da yerini dəyişib belə verə bilər. 8D üstə gəlinsin 7 formada. Yəni, bir ədəd vurulsun D, üzərinə gəlinsin başqa bir ədəd şəklində verilən asıllıqlar ədədi silsilənin asıllığı olur. Yəni, bunu ümumilikdə belə beyninizi qarışdırmaq üçün yazmaq istəmədim, amma yenə də qeyd edeyim. Deməli, KN plus B şəklində. Baxın, bu formada asıllığımızı verilmiş ola bilər. Yəni, asıllığımız budur. Müəyyən bir ədəd, yəni burada D yazdım, X falan da yəni bir şeylər də yazmış ola bilər. Bu formada asıllığımızı yazırıq. Əsasən N olmalıdır. Yəni, bu AN-ə əsasən mən məsələn A5-i tapmaq istəyirəmsə 5K plus B şəklində olmalıdır. Yəni, buradakı bu N burada da keçərli olmalıdır. Bundan başqa ədədi silsilədə bizə çoxca lazım olacaq, çoxca istifadə eləyəcəyimiz bir neçə xassəni qeyd eləmək istəyirəm.
Baxın, tutalım ki belə bir şey verilib. A1, A2, A3 asıllığı. Buradan mən baxıram ki, A1 plus A3, daha doğrusu 1 üstə gəlsin 3 bölünsün 2 bərabərdir nəyə? 2-yə. Eyni şey A1 plus A3 bölünsün 2 üçün də keçərlidir ki, A2-yə bərabər eləyəcək. Deməli, bax, əgər mənim indekslərim ortada duran indeksin kənarda duranların ədədi ortasıdırsa, eynilə ortada duran hədd də kənardakıların ədədi ortası olacaq. Məsələn, 1 3 ilə qeyd eləməyim. Tutalım ki, deyirəm A20, məsəl üçün A40 və verilmiş olsun A60. Baxın, burada baxıram ki, 20 ilə 60-ı toplayıb 2-yə vursam 40-ı verərmi? Daha doğrusu bölsəm 40-ı verərmi? Verər. Deməli, eyni şey A40 üçün də keçərlidir ki, A20 ilə A60-ı toplayıb bölsəm yarıya A40-ı vermiş olacaq. Yəni, bunu ümumiləşdirib düstur şəklində yazası olsaq, belə bir şey verir ki, K plus N bölünsün 2 bərabərdir M-dirsə əgər, AK plus AN bölünsün 2 də bərabər olacaq AM-ə. Bunu da bu formada yadda saxlaya bilərsiniz. Bundan əlavə ikinci bir xassəni daha qeyd eləmək istəyirəm. Nədir o xassə? Məsəl üçün verilib A1 üzərinə gəlinsin A7. Baxın, bunların aşağıları, indeksləri toplayanda 8 edir, düzdürmü? Mən başqa bir hədd daha yazmaq istəyirəm. Məsələn, A2 üzərinə gəlinsin A6. Baxın, bunların indeksləri toplayanda yenə 8 eləyir. Və bunlarda belə bir şey var ki, bunlar da bir-birinə bərabər olur. Yəni, A1 ilə A7-nin cəmi A2 ilə A6-nın cəminə bərabər olmuş olacaq. Bunda ümumi şəkildə bura bir dənə n, bura n, burada x, y yazsanız, kənarda da n plus n bərabərdir x plus y yazsanız, sizin üçün düstur olacaq. Yəni, düstur, formul əzbərləməyə tələsməyin. Yəni, gözünüzdə böyütməyin. Düstur nədir? Hazır olan bir şeyə sadəcə olaraq ümumiləşdirmək üçün müəyyən bir neçə dəyişən əlavə eləyib yazırlar, olur sizə düstur. Bu gözünüzü qorxutmasın. Bir də belə bir şey qeyd eləmək istəyirəm. Buna da deyək elə 3-cü xassə. Bax, tutalım ki, A7 verib, A5-i verib. A7-ni verməsin. A7-ni soruşsun, A5-ə desin ki, 10-dur. D-ni də mənə vermiş olsun nə? D də atıram olsun 3. Bizdən A7-ni istəyir. Baxın, burada baxıram ki, A7 ilə A5-in arasında bir dənə A6 var. Yəni, A5-dən A6-ya, oradan A7-yə keçmək üçün mən 2 dəfə hesablama aparacağım. Yəni, 2 vahid. Elə burada 7-dən 5-i çıxaraq da bunu asanlıqla görmək olar. Sadəcə, hardan gəldi, öz başıma mı çıxdım, bunu göstərmək istəyirəm. Deməli, burada A7 bərabər olacaq. A5 üzərinə gəlinsin 2D. Mənə verib A5-i 10, yazıram 10, üzərinə gəlinsin D nə idi? 3 idi. 2D-miz də olacaq 6, 16. Deməli, bizim A7-miz nə imiş? 16 imiş. Yəni, burada da durub A1-i hesablayıb, təzədən A1-i hesaplayandan sonra A7-yə gəlməyə ehtiyac yoxdur. Elə bəri başdan A5-in üzərinə 2D gəlirəm, olacaq mənə A7. Yəni, bunu da yenə düstur kimi yazmaq istəsəz, əvvəlcə şərt qoyuram, n böyükdür m olsun. Burada AN bərabərdir AM. Üzərinə gəlinsin. Bayaq nə yazmışdıq? 7 çıxılsın 2. İndi nə yazıram? Bura niyə üstə gəlmə yazdım? Bura bərabərdir. N çıxılsın M, vurulsun D. Əgər düstur istəsəz, bu da olur bizim düsturumuz. Və bir xassəni daha qeyd eləmək istəyirəm. Bir saniyə, onu nümunə şəklində göstərmək istəyirəm. Tutalım ki, mənə verib A5-i 8, A3-ü də versin 2, məsəl üçün. Buradan mən D-ni hesablamaq istəyirəm, düzdürmü? Buradan D bərabər olacaq AN-ə, yəni A5 çıxılsın A3, aşağıda bölünsün 5 çıxılsın 3. Yəni 8 çıx 2, 6, bir də bölünsün 5 çıx 3, 2, cavabım da eləyəcək bu formada 3. Amma diqqət eləməlisiniz ki, bu formada verilən ardıcıllıqda
biri digərindən böyük olsun. Yəni düstur şəklində verəsi olsaq, bu şəkildə verə bilərik. Yəni n böyükdür m. Buradan çıxır ki, d-miz bərabərdir a n çıxılsın a m bölünsün n çıx m. Yəni bunu da düstur şəklində istəsəz bu formada yaza bilərik. Bir saniyə baxım, unutduğum bir şey olmadı ki. Yox, hamısını qeyd eləmişəm. Bundan əlavə ədədi silsilədə çoxca istifadə olunacaq 2 dənə düstur var. Daha doğrusu bir düsturdur bu. Sadəcə olaraq biri digərindən çıxır. Nədir bu düstur? Qeyd edirəm. N-ci həddin cəm düsturudur. Tamam ki, mənə verib A1, A2, A3 və s. Arada indi hələlik plusları yazmıram və s. AN şəklində bir asıllıq verib və mənə deyir ki, bunun cəmini tap. Yəni bu n saydadır. Sonsuza yaxın bir şey də ola bilər. Çox böyük rəqəmlər də ola bilər. Bunu mən hamısını oturum A1-in üstünə A2-ni, A3-ü, onun üzərinə A3-ü gələ bilmərəm. Böyükdür. Mənə düstur lazımdır. Qısa bir formul. Hamısını toplayıram və bir dənə S-nə bərabər edirəm. Baxıram ki, burada nə var? A1-in özü var. Bir də indi düsturu qeyd edirəm. AN var. Bölünsün 2. Vurulsun n saydadır. Yəni bunu bu formada düsturun özünü belə yazıram. SN bərabərdir buna. Burada nəyim var? AN-im. Yazıram necə? A1 üzərinə gəlsin. AN-in əvəzinə A1 plus n minus 1 D bölünsün 2 vurulsun n. Burada bir dənə bunları sadələşdirirəm. Olur 2 dənə A1 plus n minus 1 D bölünsün 2 vurulsun n. Bu da silsilənin digər bir həddidir. Yəni ola bilər ki, bəzən n-i verər, d-ni verər. Yəni burada a-n-i hesablamaya ehtiyac yoxdur. A1-i bilirəm, n-i, d-ni bilirəm, bu düsturda yerinə qoyacağam. Yox, əgər mən A1-i bilirəm, A-ni bilirəmsə, daha oturub D-ni falan hesablamaya ehtiyac yoxdur. Bu düsturdan istifadə edəcəm. Yəni bu düsturun ikisi də eyni düsturdur. Biri digərindən çıxmış olur. Bundan əlavə ədədi silsilədə məsələn nə ola bilər? Qarşımıza nələr çıxa bilər? Məncə elə bir şey qalmadı. Hər birini qeyd elədim. Yenə misal həllərində olarsa daha ətraflı da izah verəcəm. Ədədi silsilə belə bir şeydir ki, bir düsturdan bir neçə düstur çıxartmaq olar. Yəni hamısı bir-birindən alınır. Bir saniyə, bir beyaz səhifə açım. Gələk həndəsi silsiləyə. Həndəsi silsilə nədir? Həndəsi silsilə ədədi silsiləni bildikdən sonra artıq biraz daha rahat gedəcək. Deməli, ədədi silsilə nə idi? Bir həddin üzərinə müəyyən bir ədəd gəlirdim. Yəni bir həddin üzərinə silsilə fərqini gəlirdim, digər həddi alırdım. Həndəsi silsilədə isə birinci həddə müəyyən bir ədədə vururam, ikinci həddə alıram. Həmin ədədi ikinci həddə vururam, üçüncü ədədi alıram. Daha doğrusu üçüncü həddə alıram və bunun ümumi yazılışı B1, B2, B3 və s. BN şəklində ifadə olunur. Yəni B hərfi ilə işarə edirik həndəsi silsiləni. Həndəsi silsilədə B1 vurulsun Q bərabərdir B2-ni verir. Burada B1 və B2 birinci və ikinci hədlər, Q isə silsilə vuruğudur. Silsilə vuruğunu necə tapırıq? Baxın, buradan göründüyü kimi B2-ni B1-ə bölsəm silsilə vuruğunu taparam. Ümumi bir yazılış olaraq da yazsaq məsəl üçün BN bölünsün BN minus 1 şəklində yazıb tapa bilərəm. Bəs ümumi bir yazılış formasında məsələn n-ci həddi necə tapa bilərəm? Bax, məsələn, buradan hamısını bir-bir tapıb çıxara-çıxara gedirəm. B1 vurulsun Q bərabərdir B2. B2 vurulsun Q bərabərdir B3. B3 vurulsun Q bərabərdir B4. Bunları artıq tək-tək bilirik. Yenə bayaqki kimi ədədi silsilədə apardığımız çevirmələri apara bilərik. B2-ni gətirirəm, burada yerinə yazıram. Yəni B1Q vurulsun bu Q bərabər olurmu? B1 Q-nün kvadratı bərabərdir B3-ə. Burada 3-dür, burada 2-dir. Baxaq görək bu 4-də də alınacaqmı? Gətirirəm, yazıram yerinə. Deməli, B1Q kvadrat B3-ün qiymətidir. Buradakı bu Q-nü gətirib yazıram. Olur nə? B1 Q kub
vurulsun, daha doğrusu bərabərdir B4-ə. Baxın, bu indeks Q-nun qüvvətindən bir vahid böyükdür. Mən bunu ümumi hədd olaraq BN bərabərdir B1 vurulsun Q üstü N çıx 1 yaza bilərəmmi? Təbii ki də yaza bilərəm. Deməli, ümumi deyil, N-ci həddimizin düsturu bu formada oldu. Yəni, asıllıq şəklində bu qədərdir. Yenə də burada da artma və azalma var. İndi orada sadəcə D-nin işarəsindən müəyyən eləmişdik. Burada elə deyil. Burada B1 böyük olmalıdır sıfırdan. Yəni vurmada axı burada bütün vuruqların hər ikisi iştirak eləyəcək ki, işarəyə təsir eləsin. B1 sıfırdan böyükdür, Q isə 1-dən böyükdür. Bu zaman həndəsi silsilə olur, artan silsilə. Əgər B1 sıfırdan kiçik, Q 1-dən böyük olarsa, bu zaman mənim silsiləm olacaq azalan silsilə. Bir də ola bilər ki, Q 0 və 1-in arasında yerləşsin. 0 və 1-in arasında, məsələn, 2-də 1 formasında yazsam. 2-də 1 yazsam, tutam ki, yazıram 8 məsələn. B1-ə yazıram 8, Q-yə yazıram 2-də 1. Deməli, 8, 4, 2, ondan sonra 1, 0,5, 0,25. Baxın, azala gedir. Mən B-ni nə götürmüşəm? Müsbət 8 götürmüşəm. Deməli, mənim B-im 0-dan böyük, B1-im daha doğrusu 0-dan böyük. Q-m isə bu aralıqda olarsa, bu yenə azalan olacaq. Yəni, buradan göründüyü kimi, B1 0-dan kiçik olsa və Q yenə bu aralıqda qalsa, bu zamanda nə olacaq? Arta gedəcək. Məsələn, mənfi 8 olsa, mənfi 4, ondan sonra mənfi 2, ondan sonra mənfi 1, mənfi 0,5. Bax, görürsünüz, mənfilərdə bizim normalda müsbət tərəfdə kiçik gördüyümüz mənfi tərəfdə daha böyük olur. Mənfilər arasında bu belədir. Bir də ola bilər ki, məsələn, belə bir şey. Bizim Q-müz, qeyd eləmək istədiyim yadımdan çıxdı. Bizim Q-müz kiçikdir. Sıfırdan misal vardı, ağlımda onu yazacaqdım. Bizim Q-müz sıfırdan kiçik olsun. Bir saniyə. Məsələn, B ürəyiniz istəyən mənfi müsbət fərq yoxdur. Elə 8 deyirəm. Buna da mənfi 2 deyirəm. Ən rahatı budur. 8-dir, 2-yə vurdum mənfi 16. Mənfi 2 vurdum oldu müsbət 32. Mənfi 2 vurdum oldu mənfi 64. Baxın, gah müsbət, gah mənfi. Gah müsbət, gah mənfi. Buna deyirlər nə artan, nə azalan. Yəni bu artmır da, azalmır da. Gah belə, gah belə dalğalanaraqdan davam eləyir. Ədədi silsilədə olduğu kimi həndəsi silsilədə də müəyyən xassələr var. Bunları da qeyd eləyim. Ay, bir saniyə açılsın. Deməli, birinci xassəmizə nəyi yaza bilərəm? Yenə bayaqki kimi n plus m bərabərdir x plus y yazıram. Burada artıq cəm yox, hasildən söhbət gedəcək. bn bm bərabərdir bx by. Yəni, məsələn, b2 b6 yazsam, hasil 12 eləyirmi? Bərabərdir b3 b4-ə. Qeyd eləmək istədiyim budur. Sonra ikinci bir xassə yenə bayaqki ədədi orta kimidir. Burada yenə bayaqkindən fərqli olaraq buna m yazım. mk bölünsün 2-dir. Bu zaman bn-in kvadratı bayaq 2-yə vururduq axı. Bu səfər isə kvadratı olacaq. bm bk. İndi fikirləşirsiniz ki, müəllim, nə 2-yə vururduq? Bölürdük axı. Belə idi da orada bn belə yazım. Ədədlə yazanda daha rahat görürsünüz. B1 plus B3 bölünsün 2 deyildi. Mən sadəcə olaraq demək istəyirəm ki, buradakı 2-ni burada deyil, burada yazsaq vurma olacaq. Yenə eyni şeydir. Burada 2-yə vurmuşdum. Burada ikinci dərəcədən qüvvətə yüksəldirəm. Demək istədiyim budur. Və yaxud da siz bunu əksinə də yaza bilərsiniz. Bn bərabərdir. Kökün altında bm bk. Ürəyiniz belə yazmaq istəsə, asanlıqla belə də yaza bilərsiniz. Üçüncü xassəyə yazaq nə? Məsələn, n böyükdür m olsun. Burada q bərabər olur. Bildiyin reklam oldu. Q bərabər olur. N çıxılsın m.
Burada da BM bölünsün BM. Bu da bu formada yazmış olacağıq. Bu hardan gəlir? İndi bunun hardan gəldiyini də qeyd edeyim. Əslində birinci bunu yazsam daha yaxşı idi, amma onu sonraya saxladım. Burada mən bilirəm ki, BN bərabərdir. BM vurulsun 2 üstü N çıxılsın M deyilmi? Bu ədədi silsilədə də var idi. Sonuncu yazdığım idi. Buradan bu çıxır. Yəni sadəcə olaraq buradakı hal-hazırda qüvvətdir. Buradan 2-nü tapanda kök altında BM bölünsün BM düsturunu yazmış oluruq. Yenə həndəsli silsilədə də ədədi silsilədə olduğu kimi cəm düsturları var. Cəm düsturlarında da yenə B1, B2, B3 və s. BN-ə mən deyirəm bir dənə SN. Bu formada işarə edirəm. Deməli, SN-i buradan tapırıq hansı düsturdan? BN2 minus B1 bölünsün 2 minus 1 şəklində olar. Mən buradan BN-i B1 vurulsun 2 üstü N çıxılsın 1 düsturu ilə əvəz eləsəm, alacam nə? Deməli, SN bərabər olacaq B1 2 üstü N çıx 1 çıxılsın B1 bölünsün 2 minus 1. Bu da olur. Buradan B1-i mötərizə xaricinə çıxardanda B1 vurulsun 2 üstü N çıx 1 çıxılsın 1. Məxrəcdə yenə 2 çıxılsın 1 olduğu kimi qalır. Bu da adlanır n-ci həddin cəmi düsturu. Bir də bunu da qeyd edeyim unutmadan. Əgər Q-nün modulu 1-dən kiçik olarsa, yəni -1 ilə müsbət 1-in arasında yerləşərsə, bu zaman bizim silsiləmiz sonsuz ədədi silsilə adlanır. Yəni bu silsiləmiz olur sonsuz ədədi silsilə. Bunun cəm düsturu isə SN bərabərdir B vurulsun B1 bölünsün 1 minus 2 ilə hesablanır. Bu sonsuz həndəsi silsilənin cəm düsturudur. Bayaq qeyd elədiyim isə ümumiyyətlə həndəsi silsilənin cəmi düsturuydu. Bundan başqa həndəsi silsilənin hasilinin düsturunu da qeyd eləmək istəyirəm. Düstur bu şəkildə idi. PN bərabərdir B1, B2 və s. BN yazsam, olacaq PN-im nəyə bərabər? PN bərabər olacaq, buradan yazın, bu yazının altına düşməsin. PN bərabərdir kök altda B1 vurulsun BN-in üstü N. Bu da bu formada. Məncə bugünlük bu qədər, yəni bu mövzuya aid bu qədər kifayət eləyər. Lazımi düsturları qeyd elədim, lazımi izahlar və lazımi xassələr qeyd olundu. Əlavə də olacaq olan, yaranacaq olan bütün suallarınıza inşallah dərs izahında, yəni daha doğrusu dərsimizdə cavab verərəm. Sağ olun, salamat qalın.